Heyvanı oradan keçirdəndə birdən-birə ildırım uşağı vurur. Hansı ağacı? Hansı ağacı? Ağacın altında olur. Onları göstərdim, göstərdim bize. Hansı ağacı? Ya da belə deyək. Nazimin evi çox dağıdıb. Kruşan düşüyor, onu düşüyor. Biləsuvar rayon Xırmandalı kəndində Bəşirov Habil Şirzadoğlu. Mənim oğlum heyvan qarşılamağa getmişdi. Asfaltdan heyvanın maşınına görə heyvanı keçirdilər Bərviyə. Heyvanı oradan keçirdəndə birdən-birə ildırım uşağı vurur. Uşağı vurur, bu bir tərəfli. Vururlar belə qaldırır, yuxarı çırpır yerə uşağı. Əynində paltarı zadı yandırıb. Paltarı zadı da yox idi əynində. Şalvarının bir qıçı, göynəyinin bir qolu yox idi. 2 nəfər olublar, bəli. 2 əmi oğlu olub, ikisi də. Biri qabaqda gedirmiş, biri arxada gedirmiş. Bu bizim uşağı ildırım tutur. Tutur özü möhkəm də qaldırır göyə, çırpır yerə. Yanıqlar da var da, xəstəxanada müalicə alır bu dəqiqə. Bundan qabaq olub belə hadisələr, həmin yerdə, həmin sahədə ot köpnələri olub, onları yandırıb. Amma ondan sonra olmamışdı. İndi bu dünənki çox ağır təsadüfi bir hadisədir. Həm uşağı vurub, həm də evi vurub. Bu indi həyatı Allahın işidir də bu belə olan hadisələr. Muğan yerində o qədər ildırım olmur. Bu təsadüfi ildırımdır. Təsadüf olan şeydir. Uzaq düşdü, sağ ağacda yandırıb da bu da. Gəldilər, işıq idarəsindən ayırdılar. Yanğın yad olmadı, elektrik xəttimiz yadımız, hamısı əridi töküldü. Baxa bilərsiniz. Kuxunuya düşdü, kuxunada orada hava təmizləyici var. Ondan keçdi kuxunuya, ancaq gözəl oldu ki, yanğın olmadı. 5 radələr təxminən.